19 nömrəli suala baxırıq. A və B ardıcıl cüt ədədlərdir. Bizdən A plus B cəmini soruşur. A-nın yerinə yazıram 2n, B-nin yerinə yazıram 2n plus 2. İndi yerinə qoyaq. Əbob 2n və 2n plus 2 bərabərdir 3n minus 4-dir. Buradan 2-ni orta qrup çıxardırıq. Olacaq 2 vur, əbob, n və n plus 1. N və n plus 1 ardıcıl 2 ədəd olduğuna görə qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərində əbobu 1-ə bərabərdir. 2 vur 1, 2. 3n minus 4 bərabərdir 2-yə. 3n bərabərdir 6-ya. M olacaq 2. M-i buradan tapdıq ki, 2-yə bərabərdir. M-i 2 tapmışıq, gətirib ikinci tənlikdən yerinə qoyuruq, yəni əköbdə. Deməli, bu 2 ədədin əköbü. İndi bu silirəm, çünki bunu hesablamışıq oca. Əköb AB, yəni 2n, ya da ki AB kimi yazsaq. Elə AB kimi yazsaq. 2n plus 2 deməli bərabərdir. M-in yerinə 2 qoyanda 10 vur, 2-nin kvadratı 4, 7 vur 2, 14, üzərinə də gəlirik 6. Buradan yeni 2-ni orta qrup çıxardıram. 2 vur əköb, n plus 2. N plus 1 daha doğrusu bərabərdir. 10 vur 4, 40, 14 üstə gəl 6, 20. 40 üstə gəl 20, 60. N və n plus 1 qarşılıqlı sadədir. Onların əköbü hasilinə bərabərdir. Yəni n və n plus 1-ə bərabərdir. 60-dır 2-yə böləndə 30. Deməli, bunlardan n kvadrat üstə gəl n minus 30 bərabərdir 0. Deməli, bu ədədlər 5 və 6-dır. Cəmi mənfi 1 verməlidir. 6 mənfidir. Hasili isə mənfi 30. Bu mənfi olduğuna görə kənar kökdür. Çünki bizə natural ədəd lazımdır. Deməli, n 5-dir. N 5-dirsə, A ədədim 2 vur 5, 10. B ədədim olacaq 12. A plus B cəmi 10 üstə gəl 12, 22-yə bərabərdir.